əlimdən tut. Balaca bir qız atası ilə taxta körpüdən keçmək istəyirdi. Atası qıza dedi, qızım, mənim əlimi tut ki, körpüdən keçək. Qız atasına dedi, mən sənin əlini tutmuram, sən mənim əlimi tut. Atası dedi, nə üçün, nə fərqi vardır? Mühüm budur ki, əlimi tutasan, birlikdə keçək. Balaca qız dedi, fərqi budur ki, əgər mən sənin əlini tutsam, mümkündür ki, hər an sənin əlini buraxım. Amma sən əgər mənim əlimi tutsan, heç vaxt əlimi buraxmayacaqsan. Bu dastan necə də bizim Allah ilə rabitəmizə oxşayır. İlahi, əgər biz səndən yapışsaq, qəflət bizə səni unutdura bilər. Amma əgər sən bizim əlimizdən tutsan, buraxmayacaqsan. İlahi, elə bu saat əlimizdən tut. Amin.